Siz oynayın. Ben Emine Tesim. Sağ ol. Sen ne tersen kızım? Tələb olunan hissə qruplarımızın adı dərsimizin mövzusuna uyğun olaraq hissə qrupu, məxrəc qrupu, kəsir qrupu, surət qrupu adlanır. Siz o verilən suallara orada cavab yazın. Götürü bir götürüyor. Maşallah. Siz onu işləyənə qədər kəsirin yaranması tarixi haqqında kim məlumat verər? Digürüm. Kəsir sözü sınıq xəs sözünün dəyişdirilmiş formasıdır. Kəsir sözü sındırmaq, qırmaq, parçalamaq, kəsmək mənasını verən kəsərə sözündən götürülmüşdür. Azərbaycan dilində kəsir sözü parça, hissə, yarımçıq, tam olmayan mənasında işlədir. Təxminən 5000 il bundan əvvəl Misir ehramları içərisində ən hündürü olan Xeops ehramında tapılan papirusların araşdırılması göstərir ki, Misirlilər kəsiri indi bizim işarə etdiyimiz kimi işarə etməyiblər. Onlarda kəsiri işarə etmək üçün ümumi qayda olmayıb. Surəti bir olan kəsirlərdən çox istifadə olunur. Surəti bir olan kəsirlərdən çox istifadə olunur. Surət qrupuna yazılan burada səs saldı. Sayda oturmadı. Eramızın 4-cü əsrində Hind əlyazmasında üçləri kəsir üç bir şəklində göstərilmişdir. Bu da bizim indi yazdığımız kəsirə çox oxşayır. Özbək alimi Cəmşid İbn Məsud Əl-Kaşif onluq kəsirləri çox gözəl işləmişdir. Uzun prosesdən sonra indi bizim yazdığımız və işlətdiyimiz kəsirlər yaranmışdır. Deməli, kəsir sözü 500 il bundan əvvəl Misir eyhamlarında, papiruslarda tapılmışdır. Orada kəsirlər haqqında məlumat var idi, 500 il bundan əvvəl. Sonra Özbəkistanlı alim onu kəşflədi və ən nəhayət formalaşıb indiki vəziyyətə gəldi. Əyləş sağ ol. Maşallah, bilincini verir. Kəsir dedik ki, bütöv tamın hissələnməsidir, yəni parçalanmasıdır. Baxın bu kəsirlərə fikir verin. Burada birinci kəsirə fikir verin uşaqlar. Burada hansı kəsirə neçə yerə bölünüb? İki. Yerdən
çalışmıyor. Yine de var. Değil. Etibar. İki yere bölün. İki yere bölünür. Buna ne yazar bilərik? İki de İkide bir. Yani kraskalanmış hissə, rəngləmiş hissə kəsirin iki yere bölündüğünü, ikide biri göstərir. İkinci kəsiri kim deyər, Rəvan? 4'te 1. 4 yere bölünür. Yox, sən rənglənmiş hissəni diyor. Rəvan, rənglənmiş hissəni. Hansı hissəsindəki kəsirin? 4 yere bölünüp 3 renkler. Ona göre de olacak 4'te 3. 4'te 3 kəsiri. Kəsir bura yaza bilərik 4'te 3. Bu kəsirdə neçə yerə bölünür? Teyyub? Orada 8 yere bölünüp 6 renklemek, 2 renklemek. Onda 8'de 6'da 8 olacak. 8'də 6. Deməli, kəsirin 8 hissəsi rəngləri, 2 hissəsi isə rəngləmir. Kəsir oldu 6'da 8. 6'da 8. Uşaqlar, kəsirlər kim deyər? Kəsirləri vermək üçün. Kim gəlib əyanı göstərər? Kəsirləri ver... Söndür əqəqədir. Kəsirləri verdikdə dairə ilə vermək. Biz kəsirləri həm düzbucaqlı ilə verə bilərik, həm də dairə ilə. Kim deyər, dairə ilə vermək məqsədə uyğundur, yoxsa düzbucaqlı ilə? Ne görür? Nəyə görə əsaslandır? Çünki mən dairə ilə eləyəndə 8 yerə böldükdə eyni olur. 4 yerə böldükdə Yox, yox. Deyil. Dairə ilə Hasan olur. Çünki mən dairə ilə böldükdə onun forması itir. Forma itir, dəyişir. İndi gəlib əyanı bu şəkildə göstərə bilərsənmi? Başalar, bu plitka şkaratdır, bu da ki dairədir elə bil. Bu düzbucaqlı şəklindədir, bu da dairə şəklindədir. Fikir verin. Əgər, bax indi, biz bu plitka şkaratını indi ağlı kəsməyən körpə bir uşağa veririk. Bu şkaratı böləndə o ağlamır. Bilir ki, düzbucaqlı şəklində forma itmir, allada bilərik uşağı. Baxın uşaqlar, baxın düzbucaqlı şəklindədir. Elə bir dinə ki, üzün alə çörədə tez buradan bunu kəsirə götürürəm, qoyuram bir yana. Görürsə, yenə də düzbucaqlı formasındadır. Uşağı anlada bilərik, hə? Bu forma dəyişmir. Ona görə də burada vermək əlverişli deyil o qədər. Amma bulpiyə baxın, uşaq üzünü alə çevirəndə baxın uşaqlar, o saat uşaq ağlayacaq ki, mənim burkumdan kəsdilər. Deməli, dairə, otur qızım, dairənin şəklində vermək daha əlverişlidir. Çünki forma saxlanılır, forma itmir. Başa düşdünüz nəyə görədir? Hə, indi bərabər kəsirək, surət qrupu tutardı, bəxrət qrupu, yox, kəsir qrupu, gətir. Gətir, qoy bura, dur yapışdırmayın. Get daçını get böyle. Hə, bir nəfər qrupun üzvü gəlsin, izah eləsin öz işin. Mən 5 dənə hissə edir. 14 işləməyib rəngləri deyil alır. Ona görə ona deyilir 5-də 1. Sən rənglənməmiş hissəni eləmsən, 5'də 1 rənglənməmişi götürmüsən də, nə? Burada, sonra 15 dənədir mən burada. 16 dənədir, 16'sı 15 rənglərini biri qalır. Ona görə 15'də 1. 15'də 1. Burada 4'ü rənglənib, Rənglərini biri qalır. Ona görə mən 4'də 1. 4'də 1. Sonra 6 dənədir, 2 rənglərini 6'da 2. hə, 8 dənədir, 3 rənglərini ona görə 8'də 3. hə. 5 dənədir, 3 rənglərini ona kəsilməliyini 5'də 3. Sonra 2 hissədir, bir hissəsi rəngləri, bir hissəsi rəngləri. Ona deyirlər 2'də 1. 2'də 1. 3 hissədir, ikisi rənglənib,
Onun birine 3'te 2. 3'də 2. Ona görə 3'də 2 kəsirik. İndi sən burada düz yazmısan. Hamısında rənglənmiş hissəni yazmısan. Hamısında rənglənmiş hissəni, bir dənəsində rənglənməmiş hissəni yazmısan. Axı biz dedik rənglənmiş hissəni, ona görə də bunu 5-dən neçə yaza bilərsən? 5'te. Sən bunu düz yazmamısan. Birinci düzdür. Hə? Ona görə də sürət qrupu 4 balla qiymətlənir. Əyləş. Kəsir qrupu. Kəsir qrupu 4 balla qiymətlənir. Birincidə kəsir qrupu 4 balla qiymətlənir. Bir dənəsi səhv yazmısan. Sonra hazırdır sizinki. Gətir. Elə bunun üstünə qoyun. Get bəri. 2 4 yerə bərabər, 2 yerə bərabər, əvvəlcə 2 bərabər hissə, 2də 1 nəyə bərabərdir? 4 yerə bölmüşük, ikisinə bərabərdir. Deməli, bu kəsirlər bir-birinə bərabər hesab olunur. 2də 1 nə? 4də 1, 2. Sonra? Burada 2'de 1 gitmiş, 2 tane yere ayrılmış bu. Hə. Bir yere sonra. Sonra bu cızlarla elə bir 8 yerə bölsün, 8də 4. O da olacaq 2də 1 deməkdir. Sonra? Burada hemen 2'de 1, 2 yere ayrılmış yok, bir yere bölmüşüz. Olur 6'da, Bunlarla da bölenler 6'da 3. Burada hemen 3'te 1, 3 yere bölmüşüz, bir yere ayrılmış. Burada hemen bu yüzdenler kısmı gelecek. 6'da 2. Burada 3 yere bölmüşüz, bir yere ayrılmışız. Ondan hemen kuruslarla da tahmin ettik. 9'da 3 ay sağ ol. Burada hemen yerde var. İşte 3 yere bölmüşüz, bir yere ayrılmışız. Tahmin ettim. Sonra 12 yerə bölmüşük, 4 ayranda yenə də həmin kəsirlər bərabər kəsirlərdir. Sonra 5 yerə bölüb ikisini nişanlanır. Ve kəsirlər 10 yerə bölsün, 4'ün nişanlasın, yenə də həmin bərabər kəsir alınar. Burada da hemen 2 yere bölmüşüz, bir yere Almışıq, ayrılmışız. 2'də 1, 5'də 2. Ay sağ ol. Burada Aydındır, burada da 3 yerə bölünüb, burada da 3'də 2, 6'da 4, 5'də 2, 9'da 6. Buyur əyləş. Məxrəc qrup. Sonra gətir görün, gətir sizinki. İndi sizə sizinki də yazılmış hissələrə uyğun kəsirləri yazırsınız. Yazılmış bölgülərə uyğun, kəsirlərə uyğun rənglənir. Deməli 6 yerə bölüb 3'ün veribsə 6'da 3 kəsirsə 3 dənəsini rəngləyəsən. 6 yerə bölüb 3'ün rəngləyəsən, düzgündür. Sonra burada sən izah edər. 6'da 7 deməli 7'də 6. 7'de 6'da 7 yere bölünüp 6'sını da girelim. Ay sağ ol, 6'sı rənglənir. Burada 9'da 2'de 9 yere bölünüp ikisi rənglənir. 7'de 5'de 7 yere bölünüp 5 renklenir. Sonra 9'da 5'de 9 yere bölünüp 5 renklenir. bəli, 9'da 1'de 9 yere bölünüp 1 renklenir. burada 9'da 3'de 9 yere bölünüp 3 ay renklenir. sağ ol. 5'de 1'de 5 yere bölünüp 1 renklenir. 6'da 1'de 6 yere bölünüp 1 renklenir. Əyləş, tamamilə doğrudur. Hissə qrupu 5 balla qiymətlənir. Sonra gətirsin surət qrupu öz işləri. Evet, 3'den 2 hissesi renklenir. 3'də 2, 3 hissə var. İkisi rənglənmişdi. 3'də 2 tamamilə doğrudur. Birincidə də yenə də 3 hissəyə bölünüb, ikisi rənglənir. Burada da eyni müxtəlif fiqurları 3 yerə bölüb, 2 dənəsini rəngləmək lazımdır. Burada belə bölüb, burada belə bölüb, burada belə bölüb, burada belə
burada belə, burada da belə. Tamamilə doğrudur. Əyləş. Surət qrupu 5 balla qiymətlənilir. Axırda balları toplayacaq ha. Sonra uşaqlar. İndi kim deyər ki, yenə də burada bərabər kəsirlər, bir ekrana görürük bərabər kəsirləri. Keçmiş dərsimizdə kəsirlərin bərabərliyi, baxın ekrana fikir verin. Baxın uşaqlar, burada bütöv bir tamdır, baxın, 3 yerə bölünür, 5 yerə bölünür, bir dənəsi götürür. Görürsünüz 5də 1, 5də 1. Burada da həmin bölgü nöqtələri 10 yerə bölünür. Burada x4'ü götürülür. Burada 5'te 2'dir. 5'te 2'dir. Burada da 10'da 4'dür. Deməli 5'te 2 ilə 10'da 4 nədir? Bərabərdir. Çünki görürsünüz ikisinin də qırmızısı eynidir, bərabərdir. Bərabər kəsirlərin hissə modelinə bir göstərilməsidir. Sonra baxın burada, yenə də burada, bax 4 yerə bölünür, bəli, ikisini götürülür. Burada 8 yerə bölünür, 4'ü rəngləri. Hər ikisi yuxarı hissədədirmi? Deməli bunlar 4'də 2 ilə 8'də 4 bərabərdir. Aydındır. Bərabər kəsirlərə burada da eyni şeydir, həmin şeydir. 3 yerə bölünüb, 6 yerə bölünüb. İkisini burada kras rəngləyirlər. 3'də 1 ilə 6'da 2 bərabərdir. Aydın oldu. Burada da yenə də bütöv bir tam. Burada 8 yerə bölünüb, 3'ü götürülüb. Burada 16 yerə bölünüb, 6'sı götürülüb. 8'də 3 ilə, başlayın, 8'də 3 ilə 16'da 6 kəsiri bərabər kəsirlər hesab olunur. Aydın oldu, kəsirlərin bərabərliyi bildik. Deməli, indi buradan kim deyər, kəsirin əsas xassəsini kim deyər? Kəsirin əsas xassəsi. Deyə görüm. Kəsirin sürət məxrəci eyni bir naturaldir, vursa və ya bölsə Kəsirin qiyməti dəyişməz. Kəsirin sürət məxrəci ilə vurdu, bu kəsirlər alındı. Bax, buranda bu kəsir alındı. İndi buradan qaydanda, böləndə əvvəlki kəsir alınacaq. Ona deyirlər kəsirlərin ixtisarı. Demək, bugünkü keçmiş dərsimizdən bugünkü dərsimizə gəldi çıxıb, əlaqə yarandı, gəldi çıxıb bugünkü dərsimizə. İndi kim 2-yə bölünmə əlaməti nə deyər? Deyə görüm. Zülfiyə, deyə qızım. Sonu cüt rəqəm. Son cüt rəqəmlə qısanəsə 2-yə qalıqsız bölünür. 2-yə qalıqsız bölünür. 3'ə bölməli deməkdir. Eyni nəticədə cavab 6-ya bölünsə 3-ə bölünür. Deyir, teyib deyil. Ədədlərin cəmi 3-ə bölünürsə, rəqəmlərin cəmi 3-ə bölünürsə, o ədəd 3-ə qalıqsız bölünür. Sağ ol. Ədədin rəqəmləri cəmi 3'ə bölünürsə, ədəd de görün. 0 və ya 5 4'ə bölməlidir, ya sır ilə gedə də 4'ə bölməlidir. Sonuncu 2 rəqəm. Rəqəmi əmələ gətirdiyi ədəd 4-ə və yaxud da 2 0-lə qutaran ədəd 4-ü bölünür. 4'ə bölünür, sağ ol. 5'ə bölməli, 5'ə bölməli. Sən də görün 5'ə bölməli. Sonu. Hə. Hələ bu uşağın səsini eşitməmişəm, elə. De. Sonu 0 və 5 qutaran ədəd 5-ə bölünür. Sonu 0 və 5 qutaran ədədlər 6'ya bölməli görün. Həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya bölünür. 2'yə və 3'ə bölünən ədədlər 6'ya bölünür. 8'i də görün. Sən demişsən də, sən deyim. O sən deyir, 8'ə bölmə sən deyir. Axır 3 rəqəmi, son 3 rəqəmi 8-ə bölünən ədəd və ya 3 0-lə qurtarırsa, ədəd 8-ə bölünür. Ay sağ ol. 9'a bölməli. Ədədin rəqəmlərinin cəmi 9-a bölünürsə, ədəd 9-a bölünür. 10'a bölməlidir. Sonra 0-lə ədədlər ona bölünür. O 12'ye bölməlidir. Eyni zamanda 3-ə və 4-ə bölünən ədədlər 5-ə 15'i deyim. 15'e bölməli səndir.
Yox, 5-ə və 3-ə bölünür. Eyni zaman. Eyni zamanda 3'e ve 5'e bölünür ədədlər 15'e bölünür. Ay, sağ ol. Ben de Sonra sən də görüm 2-yə və 2 ve 9'a bölünen ədədlər 18-ə bölünür. Deməli, biz ədədlərin bölünmə əlamətlərindən istifadə edərək nə qaracaq? Kəmin ədədləri ixtisar eləyəcək, kəsirləri ixtisar eləyəcək. Başaqlar, mən sizə yenə də işçi vərəqləri paylayacağım təzə dərsimizə aid, yəni kəsirlərin ixtisarına aid bu dəfə. Kəsirlərin ixtisarına aid. Kəsir qrupu, kəsir qrupu, belə, hissə qrupu, məxrəc qrupu, bu da surət qrupu. İşləyirsiniz bunları, işləyin. Sonra uşaqlar, zəif uşaqlar üçün gələk, bax, bu kiçi verəm, bunu işləyib verərsən məyə, yoxlayacam. Sən də gələk, sən də işləyib verərsən məyə. Sonra, bura, bunu sən işlə yaxşı. Ben ikisi düştüməli. Bunu sən işlə Rəqsanə. İkisi düşür. Bu zəif uşaqlar üçün daha gələk. İşte bu. Samasır var orada, hə. İşləyir onları. Uşaqlar, bir dəqiqə baxın, siz yavaş-yavaş işləyin. Baxın uşaqlar, stolun üstündə 15 dənə alma var. 15 dənə alma var. Eyni ölçüdə 15 almadır. Bu almaların 5 dənəsi göydür. 5 dənəsi göydür. Qulaq asın diqqətlə, 5 dənəsi göydür. Onda bütün almaların hansı hissəsi göy rəngli almadır? 5 hissəsi. De görün. 15'te 5 hissəsi. 15'də 5 hissəsi. Deməli, biz bunu 15 dənə almadır, 5 dənəsi göydürsə, 15'də 5 hissəsi. Gəl orada yaz safhasında yaz. Birimiz var. 5 hissəni sadə kəsirlə əvəz edə bilərikmi? Əvvəl deyin görüm, sadə kəsir nəyə deyilir? Sadə kəsir. Ne görür? Bir də özünə bölünən ədədləri sadə. Deməli, surət və məxrəci sadə ədədlər. Yəni, bir dənə özünə bölünsün, bir də birə bölünsün. Həmin kəsirlərə sadə kəsirlər deyilir və həmin kəsirlər ixtisar olunmur. İxtisar olunmayan kəsirlər adlanır. İndi biz nə ayıracaq orada? Neçəyə böləcək surət məxrəci? Daha doğrusu neçəyə ixtisar eləyəcək? Burada. Bu kəsiri neçə ixtisar eləyəcək? Hə. Surətlə məxrəc neçəyə bölünür? Mən özünə bilirəm. Yox, sadə kəsir almaq üçün. Neçəyə bölünmür? 5'ə bölmək lazımdır. Gəl böl görün. Bax, belə deməli, kəsirlər ixtisar eləyəndə nazik üstünə xət çəkilir, bura yazırıq 1, bura yazırıq 3. Deməli, bu kəsir, sadə kəsir neçə oldu? 3'də 1. Deməli, yenə də almalarla da müqayisə eləyə bilərik. O 5 dənəni, 10 dənədən 5'in götürərik, buradan da 4'ün götürərik, olar 3'də 1. 15'də 5 kəsirik. Buradan götürərik almalardan. 3, 10'da 5, 15 hamısından götürərik birincidən 5'i. Buradan da götürərik 5'i, olar burada 1 qalar, burada qalar 5, 3'də 1. Aydındır. Deməli, kəsirlər, sadə kəsirlərdə əvəz olunur, ixtisar olunan da.
İndi ixtisar olunan kəsirlər kim deyər neçə mərhələdə aparılır? Ben değil. Neçə mərhələ deyil? Məsələn, bir var birbaşa, bax onun kimi ixtisar. Ben bir başa benim attım. Bir de bir başa attım. Ben vuruklarla. Ay sağ ol, vuruqlara ayırmaqla. Birbaşa ixtisar eləmək olar addım-addım, bir də vuruqlara ayırmaqla. İndi sizin o tekstinizdə birbaşa ixtisar da var. Addım-addım ixtisar da var. Vuruqlara ayırmaqla da ixtisar var. İndi hansı qrup hazırdır? Benim bizim grup hazır. Mən biz Yox, benim sürət qrupu. Sürət qrupu. Gəl. Dördə, 14-14-də bir dəfə, 42-14-də 3 dəfə, ay sağ ol, olur 3-də 1. Sonra Burada 12'ni 3'te 4'te. 4-də ixtisar eləmişik. 16-da 4-də 4 dəfə, 4-də 3. Bu səhvdir, bu 2 dəvri nəyə yazmısan bura? Можешь хмать, Yo, bu 2 dəvr səhvdir. Tabi bu 4-də 3 daha azdır. Nəyə ixtisar eləmişsən? Sonra Burada mı? addım-addım. Əvvəlcə 2-yə ixtisar eləmişsən 24-də 18, sonra 3-ə ixtisar eləmişsən 3-də 4. Vuruqlara ayırmaqla 26-dır 13 vur 2, bunu da 3 vur 13, 2 vur 5. 15'te 5. Sonra Buradaki oxu görüm. fikrimdə bir ədəd tutmuşam. Bu kəsirə sürət və məxrəci 30-dan kiçik natural ədəddir. Sürət və məxrəcin bölündüyü ən böyük ədəd 10-dur. Fikrimdə tutduğum ədəd neçədir mənim? Məxrəc 20, 20-də 10. O da ixtisar eləyib, sadə kəsir şəklində yazmışsan 2-də 1. Bir dənə burada nəsə Mənim o nə yazmışım? Mənim o yoxmayım. otur. 7-də 16 neçəyə ixtisar eləmişsən? 16-da mənim 8-ə. sarı olur. 8-ə bölmüşsən, 8-ə 2, 2, 24-də 8-ə 3. 3-də 2. 6-da isə 6, 1, 6-da 5, 5-də 1. 5'te 1. Sonra Burada burada 144'ü 2'ye bölüyoruz. Sonra 2'ye bölüyoruz. hissə, addım-addım. Sonra vuruqlara ayırmaqla. 206'ı Uşaqlar səsdir. 206'dan 2. 2 ilə 2 gedir. 103 ilə 103, 3-də 1 qalır. Sonra məxrəci 7 olan neçə ixtisar olunmayan kəsir var? 7-də 1, 7-də 7'de 2, 7'de 3, 7'de 4, 7'de 5, 7'de 6. neçədə nədir? 6 dənə ixtisar olunmayan kəsir var. Ay sağ ol, əyləş. Nə qrupu idi bu? Surət qrupu. Surət qrupu 5 balla qiymətlənir. Sonra gətir. Yox, o hələ bu qalsın yoxlayacaq öyle. Gətir o məxrəc qrupu, gətirin. Nəzir, gətir özün, gəl o qız gəlir, gəlsin. Qoy qız gəlsin, evi yoxdur, nə fərqi var? Sonra kəsirləri ixtisar edin. Yenə də. Neçəyə ixtisar eləmişsən? 7-yə ixtisar eləmişsən, 6-yə ixtisar eləmişsən. 42-ni 6-ya bölürsən 7. O da 6-ya bölürsən 8. 8-də 7. Sonra burada 75-ə ixtisar eləmişsən. Ay sağ ol. Addım-addım indi. 25'e, 80'da 25, o da 5'e ixtisar eləmişsən. Elif 16'da 5. Sonra 3'dən 3 gedib, olub 53'də 38, 2'dən 19'un 38. İndi burada
Məxrəci 12 olan neçə ixtisar olunmaz kəsir var? 12-də 1, 12-də 1. 12-də 7. 3 dənə ixtisar olunmaz kəsir var. Əyləş, düz nişandan tut, gətirsin. Məxrəc qrupu 5 balla qiymətlənir. Buyur. Neçə ixtisar eləmişsən? 15-də 12. 3-ə 5, bu da 4. 5-də 4. 44-də 33-ü neçə ixtisar eləmişsən? 44-ü 44-ü 4'e. 11'e, 11'e, 33 11'e 3, 44 11'e 4. Sonra addım ixtisar eləmişsən. Əvvəlcə 3'ə ixtisar eləmişsən 21'də 30. Sonra da 3'ə ixtisar eləmişsən 7'də 10'da 7. Sonra burada da hissə isə qruplara ayırmaqla ixtisar olunur. Qruplara ayırmaqla. 11'də 8. 75 santimetr uşaqlar, metrin hansı hissəsidir? %75. O da ixtisar olanda, sadə kəs şəklində yazanda 4'də 3 hissəsi. 4'də 3 hissəsi. İndi dəsirləri açın. Dəsirlərdə, baxın uşaqlar, əsas bizim dəsliyimiz kəsirlərin ixtisarı, sadələşdirilməsidir. Səhifə 56-cı səhifəni açın, səhifə 56 otur. Sizin qrup 5 qiymətlərini düz eləmişsiniz sizdə. Səhifə 56-nı açın. Səhifə 56. Açalım, orada bir nömrəli çalışmaya baxın. Bir nömrəli çalışma həmin alma məsələsidir. Biz bunu əyani elədik. Bir nömrəli çalışmanı, əyani biz bunu elədik. İxtisar elədik, başa düşdünüz, bildiniz. Sonra 2, 3, 4 nömrəli çalışmaları yenə də eləmişik. O iki qruplarında bu çalışmalar verilir. İndi bizim burada bir dənə 5 nömrəli çalışma... 5 nömrəli çalışmamıza baxaq. O da elədi, elədi. O da elədi. İndi 7 nömrəli çalışmanı oxu görün. 7 nömrəli çalışmanı oxu Mətin. Cəmidə turistlərin 24 nəfəri qadın, 40 nəfəri isə kişi, 16 nəfəri isə uşaqlar idi. Cəmidəki qadınların, kişilərin və uşaqların sayına uyğun hissələrə kəsir yazın. Natəbən uşaqların sayına uyğun hissəsini 64-də 16 kəsiri ilə yazmışdır. Bu doğrudurmu? Cövdət deyir ki, uyğun kəsirlər ixtisar olduqdan sonra alınan bütün sadə kəsirlərin məxrəci 8 bərabər olacaq. Bu fikri doğrudurmu? İndi qadınlar neçədə nədir? 24. Kim gəlib yazar? Gəl yaz görürüm siz. Birisi o. Yaz 24 qadın. 24 qadın. İkranı götür. Sıfırlamalı ikranı götür balam. 24 qadın. Kişi neçə nəfərdir? 40 nəfər. 40 kişi yaz. Siz də yazın. Asıl dəftərlərinizi qeyd edin. 40 kişi. Sonra 16 uşaq. 16 uşaq. İndi sən də görün mən neçə cəmidə adam var? Topla, yaz 24. Üstə 40, üstə 16. Neçə uşaq eləyir? 80 uşaq. İndi 80. 80 ümumiyyətlə adam gedir də qayıqda. İndi qadınlar hansı hissələri təşkil eləyir? 80-da 24 yaz. 80-da 24 hissəni. İndi bunu neçəyə ixtisar eləyə bilər? Sadə kəsir nə cür yaza bilərik? 80-da 24 neçəyə ixtisar gedir? 11-də 8-ə gedir, hə? 24-ü 8-ə 3 dəfə, 88-ə 10 dəfə. 10-da 3. Deməli, sadə kəsirlə desək, qadınlar bütün iştirak gəmdə gedənlərin hansı hissəsi təşkil edir? 10-da 3 hissəsi. İndi yaz kişilər. Kişilər 80-da 40. 80-da 40 hissəsin, hə? O da 40-a ixtisar elərik, olar 2-də 1. 2-də 1. Deməli, bütün gedənlərin 2-də 1 hissəsi kişilərdir. Sonra uşaqlar 80-da 16 hissə. 80-da
Yazın siz qeyd edin dəftərinizə. 80-də 10, o da bərabərdir. 5-də 1. 5-də 1. Bax uşaqlar, burada belə sual qoyur ki, gəmdəki kişilər, qadınlar, uşağı uyğun kəsirləri yazın, yazıq kəsirləri. Natavan uşaqların sayına uyğun hissənin 64-də 16 kəsir olduğu yazmışdır. Bu doğrudurmu uşaqlara? 64-də 16, bu doğrudurmu? Uşaqlar hansı hissəni təşkil edir? 80-də 16. 64-də 16 düzdür? Xeyr. Deməli, Natavanın fikri düz deyil, yanlışdır. Sonra Cevdət deyir ki, uyğun kəsirləri ixtisar etdikdən sonra alınan bütün sadə kəsirlərin məxrəci 8-ə bərabərdir. Baxın, alınan kəsirlər biri 10-da 3-dür, biri 2-də 1-dir, biri 5-də 1-dir. Cevdət doğru deyil. Xeyr. Nə olur, biz sizə bir bəhdən deyir, xeyr, Cevdət doğru demir. Çünki bütün kəsirlərin məxrəci 8 deyil. Aydındır. Deməli, siz bu mövzunu evdə kəsirlərin ixtisarına aid olmuş yuxarıdakı hissə var, onu bir də yaxşı öyrənəcəksiniz. Sonra ayrı-ayrı şagirdlərin qiymətləndirilməsində verilməyə o üçün abuzu familiozu yazın biz. Bölüb ikisinin rəngi. Necəsə rəngləməlidir? Bax, biri səhvdir. Sonra 9 yerə bölüb ikisini rəngləməlidir, birinin rəngli. Bax, bu da səhvdir. Deməli, Samir o birini düz yazıb. 6-da 7 bunu düz yazıb. 7-də 5 bunu düz yazıb. Sonra 9-da 5, Samir 9 yerə bölüb 5-in rəngləməkdən ikisinin rəngli. Samir zəif qiymətlənir. Zəif. Samirin işi zəif qiymətlənir. Sonra İlkin 6-da 3 düz rəngli, 6-da 7 düz rəngli, 9-da 2 düz rəngli, 7-də 5 düz rəngli, 5-də 1, 2, 3, 4, 5 düz, 9-da 5 düz rəngli, 5-də 2 düz rəngli, 9-da 1, 9-da 3, 5-də 1, İlkin yüksək qiymətlənir. Yüksək qiymətlənir. Sonra düz rəngli. Sonra rəngə uyğun yazılar yazıb. 6-da 8, 6-da 6. Yəni, heç biri rənglənməyib. Tamamilə doğrudur. 6-9-da biri rənglənməyib, 9-da 8-i rənglənib. Düz yazıb. Sonra 8-də 4-ü. Bu mətin yazıb bunlar. 6-da 2, 6 yerə bölüb ikisinin rəngli, 5 yerə, 3 yerə bölüb ikisi birinin rəngli, 8 yerə bölüb 3-ün rəngli, 2-də 1, 2-də 1, 3-də 2. Bu da yüksək qiymətlənir. Bu da düz yazıb. Yüksək. Sonra 6-da 3-ün rəngli, 6-da 7-sin rəngli, 9-da 2-sin, 9-da 5-in, 9-da 2-sin, 9-da 1-in, 9-da 3-ün, 6-da 1-in, 5-də 1-in. Bu da, bu kimdir? Elmir. Elmir də yüksəkdir, düz rəngliyim, hamısı düz rəngliyim. Elmir də yüksəkdir. Bax uşaqlar. Sonra kim? Rəqsanə. 8-də 9. Rəqsanə hala, adı ilə yazmalısan, Rəqsanə. 6-da 6 düzdür, heç biri 8-də 1. Sən ağları yazmışsan, rənglənməyənləri. Orada yuxarıda yazıb ki, rəngli hissələrə uyğun kəsirləri yaz. Sən rənglənməyənləri yazmışsan. Rənglənməyənləri. 2-də 1, 8-də 3, bəzisi doğrudur, bəzisi düzdür. Bu da orta qiymətlənilir. Orta. Uşaqlar, indi biz nələri öyrəndik bu günləri? Kəsirlərin ixtisarı, yəni surət və məxrəcin eyni ədədə bölünməsinə deyirlər kəsirlərin ixtisarı. Kəsirlərin ixtisarını kim nəyə başa düşmədi? Kəsirlərin ixtisarında kim nəyə başa düşmədi? Gündəliklərinizi gətirin formativ qiymətlənmənin qiymətini. Qrupların biri zəif oldu, surət qrupu qalan qruplar eyni bərabər ballarla qiymətləndirdi. Hər üçü 10 balla. Kəsir qrupu zəif oldu. Düz
yazmadı kəsir qrupu. Gətirin formativ qiymətləndirmədə düzəltinizi verin, qiymətlərinizi verin. Hani Ruska necə oldu mənə Ruska? Həm tövbə yazsın. Ha? Niyə yazsın sən? Bu kimindir?